Sürücü işi var yoldaşlar. Sürücü işi mən sizə bir neçə sürücü tipli işlərdən bəhs etmək istəyirəm. Misal üçün, şəxsi sürücü, ailə sürücüsü, Y kateqoriyalı sürücü işi və s. sürücü işlərindən bəhs etmək istəyirəm. Vakansiyalarından, elanlarından bəhs etmək istəyirəm. Misal üçün, gəlin belə bir misalla başlayayım. Şəxsi sürücü işi var əfəndilər qrupda. 35-45 yaşlı kişilər üçündür. Əslində, kişi olub olmağınızı qeyd eləməyiblər, amma yəni əsas nəyə qeyd ediblər? Minimum 10 illik sürücülük təcrübəniz olsun. B kateqoriyalı sürücülük vəsiqəniz olsun. Sərbəst avtomobil idarə edə bilin. Bu belə. Bundan əməklisi də 1300 manat idi bu arada, əfəndilər qrupdakı. Bir də başqa variant var. 45-55 yaşlı şəxslər üçün şəxsi ailə sürücüsü işi var. Burada həm də rəhbər sürücüsü kimi təcrübə tələb olunur. Gənclik, Nərmanov, mikrorayon, Nəsimi, Yasamal, Binəqədi ərazilərdə yaşayanlara meyillidirlər yoldaşlar. Bundan əlavə başqa bir sürücü işi də var. Onlar digərləri isə yoldaşlar, belə deyim də, şəxsi və yaxud da ailə sürücü kateqoriyalarından deyil. Misal üçün, sahil transportda 2500 manatlıq sürücü işi var. Y kateqoriyası üzrə 22 yaşdan yuxarılar üçündür. Bundan əlavə Sokar Grində var sürücü işi. 30-45 yaşlı şəxslər üçün B kateqoriyası tələb eləyir. Ən azı 5 illik də sürücülük təcrübəsi tələb eləyir. Bundan əlavə yoldaşlar, növbəti sürücü işi Abşeron otellər qrupundadır. Bakı Mariyyət Bulvar otelindədir. Sürücü işidir. Ən azı B olmalıdır. 2 illik iş təcrübəniz olmalıdır. Bundan əlavə yoldaşlar, sürücü işi Anslab Medical Supplies-da var. Sürücülük vəsiqəniz olmalıdır. BC və yaxud da SY kateqoriyası üzrə. Həmçinin ağır tonajlı yük maşınlarında minimum 2-3 illik iş təcrübəniz olmalıdır. Saray qəsəbəsindədir. Bundan əlavə sürücü işi yoldaşlar 900 manatlıq variantı da var. 35-45 yaşlı şəxslər üçün. Amma ki, yoldaşlar, Səbail rayonu və Yasamal rayonu arasında yaşayanlar üçündür bu iş. Həm də onu da qeyd edeyim ki, 6 günlük işdir və sabit olmayan iş qrafiki mövcuddur. Və ona görə elə təsadüfi deyil ki, böyük ehtimal elə həmin o ehtimala qarşı o iş qrafikinə görə məhz Səbail rayonu və Yasamal rayonu arasında yaşayanlara meyillidirlər. Deməli, burada siqaret çəkməyən, spirtli içki qəbul etməyən, məsuliyyətli və intizamlı işçi axtarırlar. 35-45 yaşlı dediyim kimi işçini axtarırlar və rus dili biliyiniz olmalıdır. Rəhbər heyətlərdə işləmək təcrübəniz olmalıdır. Bir də yoldaşlar, bunlar ən yüksək əmək haqqılı, belə deyim, sürücü işləri idi də. Bu demək deyil ki, digər sürücü işləri yoxdur. Mən sizə bir qismini tanış elədim. Bir də yoldaşlar, əgər aranızda kimsə ölkə daxili sərnişin daşıma fəaliyyəti üçün D və ya DY beynəlxalq yük daşımalar üçün isə SY kateqoriyalı sürücülük vəsiqəsinə malik peşəkar sürücüsüdürsə, dövlətin bir layihəsi var yoldaşlar. Həmin o layihəyə müraciət edə bilərsiniz. Bir sözlə, bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapma səsiyyətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu əgər TikTokda görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Əcəb sözü yazılıb. Həmin o sözə toxunaraq Toğrul Əcəb adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Yox, əgər siz bu videonu YouTube'da görürsünüzsə, o zaman videonun altında elə əlaqə vasitəsi qeyd olunub. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.